E, belə. Cavabları yoxlayın. Başlayın. 1B, 2A, 3B, 4C, 5A, 6.1A, 2B, 3A, 4B, 7B, 8A, 9C, 10, 1, 2, 5, 11.1A, 2B, 3A, 4B, 12A, 13B, 14A, 15, 3, 5, 16, 2, 5, C variantı, 17D, 18A, 19B, 20A. Bak, Lis- Listening birincideydi. Birinci dediğimiz beşliydi. yoxlayabildin Səbinə? Ha, yok yoklaya bilmedim. Böyle bildim o değil diyebilirsiniz zəhmət olmazsa. Bir B, ne? 1B, B. 2A, 3B, 4C, 5A. Aha yokladım. Bir sualı var. Dinləmədə kiminsə sualı var. Məndə bir dənə var Bir var axırıncıda. müəllim. Bir var müəllim. Bir. Why has the woman been feeling stressed lately? Niyə görə son zamanlar stresli hiss eləyir? Bax, şeydir, skriptini yana vermişəm. Bak, I've just been really stressed lately. I'm shouting at my family and I start crying at a small thing. I'm so tense all the time. Hmm, Son vaxtlar niyə? Buradan biz siz necə nəticə çıxardırıq? Orada izah edir ki, mən son zamanlar stresliyəm, ailəmə qışqırıram, nə bilim, ən kiçik şeylərə ağlayıram, gərginəm. Həkim də ona görə sizə deyir ki, do you get much exercise? Çox idman edirsən, deyir, yox, amma çəkimi qoyuram. Həkim də oradan da deyir ki, yəni şeydir də, bu idman, exercise isn't just about lose weight, sadəcə çəki itirmək deyildir, rahatlamadır, təmiz hava almaqdır. Deməli, onda she's not engaging in physical activities. Exercise, physical activity, yəni fiziki eyni anlama gəlir. İdman, fiziki fəaliyyətlər. To be engaging nə deməkdir? Lüğət, Məşğul olmaq. bəli, məşğul olmur. Başa düşdünüz? Yəni biraz oradan həkimin dediyinə bu sual sırf nəticə çıxartmaq idi. Sonra Üç de var müəllim. 3-də how does the woman currently find pleasure in her life? Pleasure yəni nədir? Nə deməkdir pleasure? Məmnun Məmnun olmaq. olmaq. Məmnuniyyət. Mə Aha. Həyatında e, indi nəyi məmnun, nədən məmnundur da belə deyək qısacası. Nədən məmnundur? O da qeyd edir ki, dəqiqə, can you well, I'm not. Bu hissədə, bax bu sualda. What do you do for pleasure these days? Yəni özünü məmnun etmək üçün son vaxtlar nə edirsən? I don't know. I watch some TV in the evenings. Axşamlar televizora baxıram. Deməli cavab nədir onda? Watching TV during the evenings. Konkret sualın cavabı. Aydındır. 5-ə baxa bilərik. 5'ten. Hansı sual cavabı yoxdur. Sən nə yazmısan Fərdə? D variantı. Why does the doctor refuse to prescribe drugs for the woman's stress? Refuse? Refuse? Ne demektir refuse? Buradaca sual başa düşmeye lazımdır axı sözünü. Refuse, not accept. Accept nədir? Qəbul rədd et. etmək. Bəli, accept qəbul etmək, not accept rədd etmək. Niyə rədd edir həkim? Prescribe nə deməkdir? Dərman yazmaq. Dərman yazmaq, yəni resept yazmaq. Dərman yazmağı niyə rədd edir? Çünki o sualın cavabını görsən oxlan gətirmişəm hara. Orada qeyd edir ki, I'm not a kind of doctor who prescribe drugs for something that just requires a change in your lifestyle. Mən deyir həyatda sadəcə həyat tərzində dəyişiklik tələb edən bir şeyə görə dərman yazan həkim deyiləm mən deyir. Niyə görə dərman yazmağı rədd edir? Çünki mən deyir elə, yəni sadəcə həyat tərzində dəyişiklik tələb edir də. Just requires a change in your lifestyle. Bu suala cavab var mətndə. Sənin cavabı olmayan istəyir. What specific recommendation does the doctor make for the next month? So növbəti ay üçün xüsusi hansı tövsiyəni verir?
Orada tövsiye verir. Görsen özde ne? Orada bir sene səhv deyir. Next month değil. Burada next week deyir. Hə, bu sırf buna göre səhvdir. Aydındır? What I want to do for the next week. Gələn həftə üçün tövsiyəsini verir. Xüsusi tövsiyəsi 30 dəqiqə deyir fiziki fəaliyyətlə məşğul ol. Amma orada next month soruşur. Aydındır? Belə. İndi mətndə suallarınız. Proceed. What does it mean? Proceed. Öncə gələn, qabaq gələndir deyəsən. O precede'dir Səbinə. Precede. Sən dediyin oxşuyur yazacaq. Precede yazılır o. Proceed. İnandırmaqdır bu. Bəli, bəli. İnandırmaq. İnanmaq nədir? Believe. Amma believe ilə proceed sinonim deyil. Believe in inanmaqdır. Proceed inandırmaq, əmin etmək. Sinonimləri nə deməkdir? Sinonimləri hansılardır daha doğrusu? Yazmışdım lüğətə. Convenience var idi deyəsən. Bəli, convince. Bir də əmin nədir? Əmin. Mən əminəm. Sure. Sure. Assure da əmin etdim. Sinonim. Sure. Persuade, convince, assure, inandırmaq, əmin etmək. Make somebody believe in something. Bəs self-confident, confident, Özünə inandı. bəli, özünə əmin, arxayın deməkdir. Okay, sualınız varmı? Deyin. 7-də var. Mən sözləri öyrənirəm, amma gəl gör ki, səhvlərim çox olur. Əsəbləşirəm. Qışa cavab yazdım sözləri. Dedim, babam inandırmaq. İnanmaq sözünü gördüm, believe deməli beydə. Make believe. Believe inanmaqdır, make believe inandırmaq. Make başqa bir feillə onu icbarlı və çevirir də. Düzdürmü? Bunu demişəm məncə. Easy, asan. Make easy nedir? Asanlaşdırmaq. Sonra 10-da var məndə. Əgər ora kimi uşaqlarda yoxdursa. kimdə səhv var mətndə ona qədər? Yoxdur. Yaxşı, onda nə? 10-da 4-ü də yazmışdım mən. 2-ni götürməmişəm. Buna cavab 2-5-i daha doğrusu. qabağında düzdür. What common characteristics have this young millionaires got? Hansı ümumi xüsusiyyətləri var bu gənc milyonerlər? Mən buna baxmayaq. Mən bunu var kimi götürmüşəm. Have no-nu niyə mən fikir vermirəm? Necə götürürsən? Young Elə bil ki, millionaires hansı cavablar var kimi götürmüşəm o sual. de bu cümlə. Bir neçə xüsusiyyətləri var. These people are self-confident, özlərinə əmindir. Work hard, proceed to other people. Başqa insanları inandırmaq üçün çox çalışırlar. Buna cavab var. Sonra baxmayaq deyirsən. How much money? Bax, hansı suallar səhv olma ehtimalı böyük idi? How much-la, how many ilə başlayırsa əgər sual, o sual çox halda cavab olunurdu. Nə qədər pul qazanırlar 20 yaşlarında? Pul kazanırlar deyir, amma nə qədərini demir. Düzdürmü? Miqdar verməyib. Onu Bəli. götürmüşəm mən. Götürə bilməliyik axı. Started out. Pul qazanırlar elə mətndə ondan da. Yəni səhvdir də. I have no answer deyir onsuz da. Milyoner olmaq məqsədini qarşılarına qoyurlar, amma ümumiyyətlə nə qədər pul qazandığını danışmır mətndə. Sonra bir də sən nə götürmüşdün dedin? Mən orada 1 2 1 4-ü götürmüşəm. Amma cavab 1 2 5 çıxıb. Hə də sualca. Sonra burada da görsən how many ilə başlayıb. How many people these young millionaires give financial aid? Nə qədər insan, nə qədər insana maliyyə yardım edib də bu gənc milyonerlər. Yenə mətnə baxanda ümumiyyətlə rəqəm görmürük, düzdürmü? How many, how much konkret rəqəm istəyir bizdən. Amma burada bir dənə rəqəm görürük, o da 20 yaş mənasında gedir. Before he reached 20, bir də by the age 19. Yaşları deyir sadəcə. Belə. İzah edeyim bunu Fəridə. Yoxsa sən suala səhv yanaşdın. Yox, səhv yanaşmışam. Tamam. Sonra ikinci mətn United Nations Birləşmiş BMT haqqındadır. Solve nədir uşaqlar? Solve, Həll etmək. həll etmək. Peace, Sülh. maintain, bayaq 100 dəfə demişik maintain. Maintain. Qoruyub saxlamaq. Sinonimləri nə idi onun? Preserve. Hı. Maintain. Öyle qafiyələri Qafiyə ilə onunla çalışıram. retain, Retain.
Preserve, conserve. Yaxşı, burada kimin sualı var? Kimin sualı var burada? 1.3. Neçə? 1.3. The UN Bu false. United Nations has six principal organs. 6 dənə. Bu niyə false deyil ki? Orada heç orqanlardan danışmırıq müəllimə. 6 dənədir də. Principal organs of the United Nations. General Assembly 1. Security Council 2. Economic and Social Council bir yerdədir bu. 3. Trusteeship Council 4. International Court of Justice 5. Sekretariat 6. 6 dənədir də. Sonra 1.4. one part of UNICEF is the World Health Organization. UNICEF'in bir hissəsi WHO-dur da, yəni qısacası WHO gedirdi. Dünya Sağlamlıq Təşkilatı. Deməli, baxaq. Mən niyə bunu false bir də? Amma yox, bu ayrı təşkilatdır ya. One part of UN family is UNICEF. Bir hissəsi UNICEF-dir. Bəli, another part of UN family is the World Health Organization which develops. Bu doğrudur axı. Birləşmiş Ştatlar BMT ailəsinin digər hissəsi də budur. Düz götürək. Bu niyə səhvdir? UNICEF-in bir hissəsidir deyir. Amma bu nəyin bir hissəsidir deyir? One part of UN, BMT, UNO, BMT-nin bir hissəsidir deyir. Amma orada UNICEF-in deyir. Aydındır? Bildim. UNICEF özü Birləşmiş Millətlər Təşkilatının bir hissəsidir deyir. UNO-nun bir hissəsidir. Çaşdırıb orada. Sonra 12-də var məndə. BEV dediyiniz maintain dedik ki nədir? Qoruyub saxlamaq. Qoruyub saxlamaq. Yəni sürdürmək kimi də. Tutaq ki bu xüsusiyyətlərini illər keçsə də itirmir, qoruyub saxlayır. Mesela make something continue the same level standard. Neysə eyni səviyyədə standartda davam etdirmək, sürdürmək, qoruyub saxlamaq. Burada think deyir, düşünmək. Accept something that is sent, göndərilən bir şeyi accept, qəbul etmək, əldə etmək. Bu become or make something greater, bu increase, artırmaqdır. Neysə sayca, miqdarca artırmaq. Give somebody a job, kiməsə iş vermək, for payment. Bu şeydir də, işə götürmək. İşə götürmək nə idi? İngilizcə. Employment. Employ. Recurrent sonra var. Recurrent yazılır. Recurrent employ. Hire, hire. Belə. Sonra kimin sualı var? Kimin sualı var mətndə başqa? Yoxsa yazmamısınız? 18'e bakalım. Gramatik geçti. Yaxşı, keçdik qrammatikaya. 16-da var sual olan. 18 dediniz. Bayaq yenə zamanlara gəldik. Bax, nə gördük? İpucumuz nədir? When. Will'i silirik. Sağ ol. Bağlayıcılardan sonra will, would, have, əsəd olmaz dedik. B'də will getdi. Sonra ikinci ipucumuz zaman uzlaşmasıdır dedik. Məsələn, came keçmiş zamandadır, has indiki. Burada zaman uzlaşması pozulub. Bu da getdi. Bəs Y came had verib də. İkinci ipucumuz zamanlarda. Bax, nə dedik? Bağlayıcıdır. Bağlayıcıdan sonra gələcək və bitmişləri atırıq. Zaman uzlaşmasına baxırıq. Əgər yenə cavab arasında qalsaq, mübtədə xəbər uzlaşmasına baxırıq. Nick təkdədir. Come cəmdədir. Comes olmalıydı. Mübtədə təkdirsə, indiki zamanda feilin sonu S artırılır. Ona görə C-ni də sildik. Aynen Y-də zaman səhvi yoxdur. Yəni, when budaq cümləsində iki tərəf past simple da ola bilər və yaxud da baş cümlə had given, past perfect də ola bilər. Bunu fərqləndirməyin yolu nədir uşaqlar? Gave verdidir də, keçmiş sadə zamandır. Amma had given vermişdi, keçmiş bitmiş zamandır. Siz əgər keçmişlə keçmiş bitmiş arasında qalmışsınızsa nə idi? Əgər bu hərəkətlərin ikisi də eyni anda baş versəydi, eyni anda olub bitsəydi, onda ikisi də past simple olur. Əgər past perfect necə zamandır? Had-i nə zaman seçirik? Əgər o hərəkət digərindən öncə baş veribsə, keçmiş bitmiş zaman açıqlaması nədir? Keçmişdə baş verən hərəkətlərdən hansı ən birinci olubsa, onu had-lə ifadə edirik. Biri var, mən deyirəm ki, mən evə gedəndə
Deməli, o evi tərk etdi. Eyni anda. Mən gəldim, o getdi. Bir də var deyirəm ki, mən evə gələndə o evi tərk etmişdi. Artıq məndən öncə tərk edib. Onda o tərk etməyi had left ilə deyirik. Başa düşdünüz? Bu ucu sırf tərcümədə, əgər feilin past simple ilə past perfect arasında qalırsınızsa. Nick deyir ki, o gün orta evə yorğun gələndə, when Nick came home tired, onun anası ona məktub verdi, yoxsa vermişdi? Bu gəlməzdən öncə nətər verə bilər ona məktubu? Deməli, gəldi və verdi. Eyni anda. Gave, came. Başa düşdünüz? Anladınız uşaqlar? Bəli. Bəli. Sonra 20-yə də baxaq da mən. passive voice yenə əgər bizə cümlə verib məhcula çevir istəyirsə, istər nəqli, istər sual cümləsində birinci nə edirdik? Nə edirdik? The rain. Cümlənin mübtədasını atırıq. Ye getdi. Sonra əsas zamana fikir verin. Zaman dəyişilmir. Did keçmişdi. Keçmişi məhculu nə ilə düzəlir uşaqlar? Was were. Was were. Amma B-də həfəz zamanı dəyişib. Qaldıq ma ilə deyin arasında. Was da var, were da var. Onda mübtədanın tək və cəminə baxmalısınız da təbii ki. Mübtədamız pleasure təkdədir, amma were cəmdədir. Deməli cavab A-dır. Aydındır? 19 Bəli. 19'da var mı sualınız? Bunu bir dənə deyim. Çünki complete the sentence son intensivdən əvvəlki dərslərdə izah etdim də sonlarda. Complete the sentence şərtli testlərdə cümlə tamamlama testidir. Burada sadəcə nəyə fikir verin? Ən birinci söz sırasına. Cümlənin ardını tamamla deyirsə, orada köməkçi feili mübtədanın önünə keçirə bilməz. Çünki köməkçi feil mübtədanın önünə yalnız nə zaman keçir? Sual cümləsinin başında, düzdürmü? Amma cümlə daxilində heç vaxt köməkçi feil öndə durmaz. Və görürsüz, D-də hədd keçib önə, kontraktdan öndə keçib, hədvin olmalıdır, de getdi. Z-də görürsüz, were keçib önə. Swimming and boxing were his hobbies. C-ni də atdıq. Sonra ikinci ipucumuz, digər ipucumuz nədir? When, what time-dan sonra have participle to bitmiş zaman işlənə bilməz. Buna fikir veririk. Və bir də ki, digər ipucumuz da zaman uzlaşmasıdır. Məsələn, cümlənin birinci hissəsi told keçmişdirsə, deməli ardı da keçmiş olmalıdır. Amma Y-də can indiki zamanda həm də Y-də söz sırası da pozulub. Can he-dən önə keçib. Köməkçi və mübtədanın önünə keçə bilməz cümlə daxilində. Aydındır? Deməli qaldı B. Belə. Gəlin belə eləyək, qaldıqca qalır. Həs quizi bir dənə cavabları deyim. Onsuz da mən bilirəm ki, o sözlə bağlı bir şeydir. Keçən dəfə də qaldı, bu dəfə qalmasın. Sözləri bax, health quiz həm mən sizə o söz quizləri atıram. Məsələn, gələn dəfə biznes atacağım. Həm esse yazmaq istəyənlər üçün söz ehtiyatımız yaranır. Essedə hər sayədən söz bilməliyik də, o digərlərini də atarım. Həm də ki, mətnlər sağlamlıqla bağlı, tutaq ki, mətn çıxdı qabağımıza. Terminlərini bilməliyik, dəqiqə. Açın. Hə, açıldı. Deyirəm, yoxlayın. 1A, 2Y, 3D, 4B, 5C, 6D, 7A, 8Y, 9A, 10A, 11Y, 12D, 13Y, 14Y, 15B, 16B, 17Y, 18C, 19Y, 20D, 21 1C, 2A, 3B, 22 1B, 2C, 3A, 23 1A, 2B, 3C, 24 1C, 2B, 3A, 25'te 1C, 2A, 3B. Deyin səhvlərinizi. Bir də 13 səhv çıxdı məndə. Onsuz Mən sözləri baxıram. əzbərləyən yaza biləcəyik. Bir də bu söz soruşmasın. Deteriorate nə deməkdir? Pis olmaq, pisləşmək. Pisləşmək. Worsen-la sinonimdir.
Bəli. Hmm. Fatal nədir? Fatal ölümcül. Ölümcül. Sinonimi nədir? Dizdir. Deadly. Ölməkdir bu da. Deadly. Bir də mortal. Ha, Mortal. mortal da var. Bir də yeni yazmadım. Rash nədir? Rash. Üzdəki ləkə. Səpki. Nə deyim ona? Səpki, hə. Rash səpkidir. Fatigue. Yorğunluq. Yorğunluq. Tiredness. Morçalı dedik. Neydi mortality? Ölümcül. Injury. Bu da yaradır. Yara, xəsarət. Özün sözləri belə soruşa. Vomit. Mikro yox, o Vomit. genə idi. Qusmaq. Hə, Vomit, qusmaq. Recover. yaxşılaşmaq, sağalmaq. Sağalmaq. Görürsüz, become well. After illness. Xəstəlikdən sonra yaxşılaşmaq. Cognition. İdrak etmək. İdrakdır. Ay sağ ol. Insomnia. Bu yuxusuzluq. Bəli. This is an illness which you cannot sleep. Sonra wheelchair bildirik də asansör deyə soruşmadı. Hə, Nə deməkdir? əllər arabası. Əllər arabası. Fobiya elə fobiyadır. Infant bəllidir. Infant nə? Uşaqdır. Uşaqlıq. Treatment. Müalicə. Müalicə. Sedentary. Oturaq həyat tərzi. Uzaq həyat tərzi düzdür. Prescription. Resept. Resept, bəli. Xüsusi həkim resepti. Vomit nə oldu? Bəli dedik. Qusmaq. Tutmaq. Obsessive. Bu takıntılı insan idi deyəsən. Addicted-lə qarışdırma. Addicted budur. Addicted neysə aludə olmaq. Məsələn, narkotika falan belə. Hə. Obsessive bəli. Kiməsə neyəsə həddən artıq özünü çox kaptırmaq. Takıntılı. Ay sağ ol. Sonra emergency. Təcili. Təcili, bəli. And bax, obsessive budur uşaqlar. Thinking too much about one particular person or thing. Kimsə və yaxud da xüsusi bir şəxs və ya nəsə haqqında həddən artıq çox düşünmək. Düşünməyə deyirlər. Aha. Germ. Hə də mikrob. Bəli, bakteriyanın sinonimidir. Bacteria, germ. Surgery. Əməliyyat. Infection adından da bəli. İnfeksiya. Swallow. Udmaq. Digest. Həzm etmək. Well-being. Bu yaxşı olmaq deməkdir. Sağalmaq kimi. Well-being, this is general health and happiness. Hə, özümdən, heç ona inanın ki, oranı görmədim. Heç özümdən onu ümumi rifah deyirlər. Rifah. Well-being, bir də welfare. Welfare-lə də sinonimdir. Belə. Pregnant. Hamilə. Disability. Əlillik. Əlillikdir. Extrovert, bir də var introvert. Bu extrovert, introvert özünə qapanıqdır. Bu da ki, deyəsən ünsiyyətçildir, Sociable, extrovert. bəli. Extrovert, sociable. Sociable-dan sinonimdir bir növ. Yəni, sosial, istiqamlı, qaynayıb qarışan, dışa dönük. Kronik bildiyimiz, kronik, yəni İrsi xəstəlik. kronik, lasting for a long time. Uzun müddət, xroniki deyirlər də bizim dilimizdə, uzun müddət davam edən. Sonra patient. Bunun həm səbir mənası var, həm də ki, pasiyent mənası var. Səbirli və pasiyent. Nurse. Tibb bacısı. Tibb bacısı. Bunları soruşdum. 13. Dedin 13. Cure. Nə deməkdir cure? Bu şeydir də, müalicə. Müalicə etmək, bəli. Make a person better when they have an illness. Xəstəliyi olan Mən bu yazmışdım buna. Daha yaxşı etmək. Sən deyirsən ki, the process of becoming well again after an illness. Bu recovery-dir. Recovery. Bayaq özü yuxarıda da var idi o söz. Xəstəlikdən sonra yenidən yaxşılaşmaq prosesi. Recovery. Almaq prosesi. Düzdür? Və deyəm, bir dəqiqə qutarım. Burada soruşmadıqlarımdan bunları soruşdum.
Elə bu sözləri soruşuram da. Hijyen, elə bil. Bəziləri adından bəllidir də onsuz da. Hı. Mental disorder. Psixi həssas yox, sağlamlıqdır, disorder. Pozğunluq. Pozğunluq. Hə. Odur pozğunluqdur, pozulmadır. Psixi pozğunluq. Və hə bunlara bir dənə baxaq elə qarşılaşdırmaya. Cure dedik nədir? Müalicə. Sinonimi nədir? Heal deyil. Cure. Bir dənə də var idi Aha. sinonimi. Cure, heal, bir də müalicə etmə. Treatment. Treat. Feil kimi treat. Aha. Düzdür. Flu, Qripdir mən bilən. grip, influenza. Influenza. Disease, illness, yəni Xəstəlik. xəstəlik. Well-being neydi dedik? Sağalmaq. Good general health. Özünü yaxşı, Rifah. xoşbəxt və yaxşı hiss etmək. Rifah. Bizim dilimizdə rifah. Welfare idi də. Welfare. Bəli, welfare. Sedentary sözünə nə dedik bəz? Sedentary. Oturaq həyat tərzi. Həyat, bəli. Inactive. Inactive, bəli. Aktiv olmayan yəni. Rash sözü nə oldu dedik? Rash. Ləkə. Sızan, səpki. Təpki. Ha. Spot. Sinonim. Spot, hə. Spot sırf ləkə. Elə gedir də sinonim ləkə. Hə. Fatigue. Yorğunluq. Tiredness-lə gedir. Perception. Perception dərk etmək, qavrayış. Bəli, dərk etmə, qavrayış, understanding, anlayış. Aha, medicine Dərman. tipdir, dərmandır. Burada remedy ilə gedir, düzdür, uyğunlaşır, amma remedydə sırf nədir? Hətta dərmanı, bu işin, mənim xəstəliyimin dərmanı, çarəsi nədir? Çarə, remedy. Çarə kimi gedir, hə. Yəni, remedy sırf çarədir, əlacdır. Biz dərman da deyirik də, lori dildə ona. Injury. Yara. Aha, wound'dan sinonimdir. Injury, wound. Deteriorate dedik nə oldu? Pisləşmək. Pisləşmək. Sinonimi Worsen. worsen. Appointment. Appointment neydi? Appoint təyin etməkdir, təyinat. Impairment-lə gedir. Disability-də, yox, impairment nədir? Çaşdım. Impair deyirəm də, şeydir, disability-də o, əlillikdir. Appointment, təyinat, görüş. Görüşlə də sinonimdir. Appointment, bir də assignment. Görüş kimi də gedir. İkinci mənası da oradan görüşdür, appointment-in. Belə. Şükür hər şey çatdırdıq, hə, qutardı. Belə uşaqlar. Başqa sualınız var mənə? Yox, mən çıxım. Oldu. Gecəniz xeyrə, sağ olun. Oldu. Sizin də gecəniz xeyrə. Sağ olun.